Yay tətili bitəli hardasa 2 və ya 3 ay oldu. Biz hələ də dərs çalışmaq istəmirik, dərs oxumağa həvəsimiz yoxdur və ya müxtəlif bəhanələrlə başımız qarışır. Nə qədər istəsək də dərs çalışa bilmirik, həvəsimiz olmur. Dərs çalışmaq istəsək də yarımçıq qoyuruq. Bu gün niyə dərs çalışmaq istəmirik, onu anlatacağım. Necə edə bilərik ki, dərs çalışmağı daha əyləncəli hala gətirə bilər və mümkün qıla bilərik. Əvvəla dərs çalışmama hissinin olması motivasiya əksikliyindən qaynaqlanır. Motivasiya əksikliyi zamanı sən nə də olsa dərs çalışmaq istəmirsən. Çünki yerindən qalxacaqsan, kitab açacaqsan, orada çətin suallar var. Bəlkə də oxumadığın bir qaydanın sualları ilə tanış olacaqsan və bu da səni narahat edir. Psixoloji olaraq səni sıxır ki, çətin suallarla üzləşmək istəməzsən. Əlbəttə, insan olaraq çətin suallarla üzləşmək istəmirik. Bunun ən vacib səbəblərindən biri motivasiya əksikliyidir. Dərs çalışmaq üçün motivasiyamız olmur. Bioloji faktorlar dopamin döngüsü. Dopamin bizə həzz və sevinc hissini verən bir hormondur. Biz müəyyən bir iş görsək, istənilən istiqamətdə bir iş görsək, məsələn, yemək bişirsək, dəftərimizə bir şeylər yazsaq və ya məsələn bir şey alsaq, bizə dopamin hormon ifraz edir və biz də özümüzü daha çox xoşbəxt hiss edirik. Dopamin dərs çalışanda da sintez olunur. Ancaq dopamini qıran bizim sosial medialar, filmlər, oyunlar, kinolar, boş-boş işlərə verilən vaxtlar, zərərli vərdişlər dopamin sistemini kökündən dağıdır. Dopamin detoks haqqında ikinci bir videoda bu yaxınlarda kanalda olacaq. Ümumiyyətcə, dopamin detoksu etmək çox faydalıdır. O haqda danışacağım. Dopamin döngüsü zamanı necə olur? Məsələn, bir litrik qab düşün. Tamam, burada sənin dopaminlərin var. Bir tərəfinə burada, bir tərəfinə də burada 1 litrik 2 dənə qab düşün. Sən dərs çalışdın. Birinci qabdan, məsələn, 1 litrdən 200 milli götürdülər və sənə 200 millilitr su verdilər. Digər tərəfdə isə sevdiyin bir kinoya baxdın. 1 litrdən sənə 700 millilitr verdilər. Sən əlbəttə ki, çox suyu alarsan da, niyə az suyu gedib istəyirsən? Bax, sən hər nə qədər dərs çalışmaq vacib kimi görünsə də, beynin bunu anlaya bilmir. Ona görə nə etmək lazımdır? Sosial mediadan, filmlərdən bir müddət uzaq qalmaq lazımdır. Mənim özüm belə uzaqam, yəni şəxsən mən də istəyirəm baxmaq, ancaq bu periodda, bu 11-ci sinifdə, xüsusən 9-cu siniflərdə bir müddət uzaq qalmaq tövsiyə olunur və aralıqlı olaraq da istifadə edəcəyik, bu haqda danışacağım. Şəxsi faktorlara gəlsək, hədəf təyin etməmə, istəmədiyim peşəyə nail olmaq. Bir çoxumuz etiraf edək ki, uşaqlıqdan bəri beynimizə yeridilən peşələr üzrə hazırlaşmışıq. Mən belə 10-cu sinifin sonunda peşəmi dəyişdirmək qərarına aldım. Qəbul olduqdan sonra da onu açıqlayacağam. Uşaq vaxtında mənə yəni necə deyim, məcbur da olmasa beynimə təbliğ olunurdu ki, həkim olacaqsan, həkim olacaqsan, həkim olacaqsan, həkim belə qəşəngdir, həkimin çox pulu var, belə. Digər peşələri isə ayaq altına atırdılar. Yəni mənim gözümdə digər peşələr yerdə kimi qalırdı. Ancaq mənim o vaxtlar proqramistliyə, kompüterlə əlaqəli şeylərə daha çox həvəsim vardı. İndi bu həvəsim ölüb, ancaq o vaxtlar var idi. Məsələn, ara sıra editörlüklə falan həvəskar kimi də məşğul oluram. Yəni bu müşahidə etdim ki, daha sonra beynimizə uşaqlıqdan yerilən şeylər olur. Məsələn, bu səndə ola bilər. Məsələn, uşaqlıqdan bəri sənə deyir ki, hüquq işçisi olacaqsan. Hüquq işçisi belə qəşəngdir, baban hüquq işçisidir, belədir, elədir. Sən gəlirsən, hüquq işçisi olursan, ancaq peşəni sevmirsən. Bax, unutma, insan sevdiyi bir şey eləyən zaman onu çox həvəsinə eləyir. Məsələn, sənə desəm ki, fərz edək, sən snikersi çox sevirsən. Sənə deyirəm ki, bu 10 kilometr qaçıb gələcəksən, mən səni snikers verəcəm. Sən uçu-uçu gedib gələrsən bu 10 kilometri. Amma bir də var, mən sənə deyəcəm ki, sənə riyaziyyatdan test bankı verəcəm, bu 10 kilometri qaçıb gəl. Sən heç 10 kilometri yalandan qaçacaqsan, yolda, nə bilim, musiqiyə qulaq asacaqsan, kinoya baxacaqsan ki, o 10 kilometri tez keçsin. Yəni, nə demək istədiyimi az çox başa sala bildim məncə. Yəni, gördün, burada sənin hədəf təyin etmə faktorunda irəli daxil olur. Bir də çoxumuz var, 11-in axırı qərar verərəm, hara düşürəm kimi deyən dostlarımız, yoldaşlarımız var. Onlara da tövsiyəm budur ki, xahiş edirəm hədəflərinizi seçin. Yoxsa ağıllı başlı bir yerə düşməyəcəksiniz. Ən azından nə istədiyinizi bir eskizini ağlınızda qurun, bir çertyoju ağlınızda olsun, nə istədiyinizi elə təyin edə bilin.
Çünki istəsəz də hədəfiniz olmasa da oxumayacaqsınız. Məsələn, bir var maşını sürürsən, bilirsən hara gedirsən. Məsələn, Bakıdan Naxçıvana sürürsən maşını, sürdün. Bir də var sən Bakıdan maşını sürürsən, ancaq bilmirsən hara gedirsən. Əlbəttə o maşını sürməsən, mən hardan bilim hara gedib çıxacam. Bir digər maddəmiz plansızlıq və əlincəllikdir. Çox dostumuz plan qurmur, nə tərcəldə oxuyur, hazırlığa 5 dəqiqə 10 dəqiqə qalmış oturub test işləyir və ya əlincəllik. Sabah oxuyaram, bir gün oxuyaram, qaydan sonra oxuyaram, hazırlığa az qalmış oxuyaram. Gəlib şəxsən hazırlıqda yanımızda tapşırıqdan köçürülən yoldaşlarımız da olur. YouTube-dan köçürülən və ya başqa sosial media platformasında köçürülən əlbəttə ki. Yəni, müşahidə edirik ki, əlincəllik hissi və plansızlıq hissi daha çox ön plana çıxır. Mən ağlımda belə bir plan qurdum şəxsən. 3-4 həftə bundan qabaq belə bir plan qurdum və həqiqətən də təsiri çox böyükdür. Mən özü üstümdən başlayalım. Siz də az-çox, məsələn, digər qrupdan olan şagirdlər də onu daha yaxşı anlaya bilərsiniz. Məsələn, mənim 1-ci və 4-cü gün fizikadan hazırlığım olur. Arada 2 gün vaxt var, 2 və 3. Tamam, müəllim test və qayda verir normal olaraq. Əvvəla, məsələn, 2-ci gün səhər durduğumda qaydanı aradan çıxardıram, qaydanı bir qəşəngcə öyrənirəm. 3-cü günü də qaydanı təkrarlayıb testə keçirirəm. Yəni, həm qaydanı öyrənmiş oluram, həm də testi yazmış oluram. Gördüyünüz kimi 5-6 bazarda da yəni bir gün ara verib və ya hətta qabaqçı mövzuya belə keçmə şansım olur. Məsələn, 3-cü, 6-cı gün kimya hazırlığım var. 3-cü gün müəllim axşam ev tapşırıqlarını verdi, qaydanı verdi. 4-cü gün səhər kimyanın qaydasını oxuyuram. Daha sonra keçirəm 5-ci gün səhər onun testini yazıram. Və vaxtım yoxdur deməyinizin də başqa bir səbəbi odur ki, səhərlər çox tez qalxmırıq. Mən əvvəllər gec qalxırdım, 8-də qalxırdım, 8-in yarısı qalxırdım. İndi biraz 5-ə, 6-ya çəkməyə çalışmışam. Faydasını da həqiqətən çox görmüşəm. Düzdür, gecə saat 9-da 10-da yatıram, amma 5-də 6-da qalxmanın faydası çox böyük olur. Təsəvvür edilir, sizə o dağ boyda görsənən fənni kiçildirsiniz və yarım saatda öyrənib qurtarırsınız. Əvvəla dediyimiz kimi, dopamin döngüsünü düzəldirik, hədəfimizi təyin edirik, dəqiq olur, bunu oturub da yaza bilərsiniz və hədəf seçmədə çətinlik çəkən dostlarınız varsa, kanalda hədəf seçmə ilə bağlı bir video olacaqdır, onu da izləyib, daha sonra bu videoyu izləyə bilərsiniz. Dopamin döngüsünü dedik və zaman və məkan təyin edəcəksiniz, haçanın haradan, neyi, necə oxuyacağınızı planlı bir şəkildə, dəqiq üslubda yazacaqsınız və həmin an gedib o tapşırıq edəcəksiniz, başınız qarışmamalıdır. Bəli, videomuz bitdi, videonun sonlarına çatdıq. Sənə bir sual verəcəm və bu sualı özündə də cavablandıra bilərsən, şərhlərdə də yaza bilərsən, sənə çox böyük faydası olacaq. Özünə vermədiyin suallardan biridir. Sualımız budur: məni oxumağa vadar edən 5 səbəb. Bu 5 səbəbi balaca bir kağıza yaza bilərsən, bir dəftərə yaza bilərsən və ya da şərhlər qisminə yaza bilərsən. Bu sayədə daha çox insan səninlə fikrini bölüşə bilər, paylaşa bilər. Ümumiyyətlə, dərslərlə, imtahana hazırlaşmaqla bağlı suallarınız olarsa, şərhlərdə verməkdən çəkinməyin. Kanala da abunə ola bilərsiniz ki, həm algoritmaya, həm də mənə dəstək olasınız. Bu yaxınlarda WhatsApp kanalı açdım. WhatsApp kanalında topluluqla bağlı videolar, əvvəlcədən məlumat, kitablardan alıntılar, motivasiya cümlələri və s. şeylər atacağım bir WhatsApp kanalı olacaq. Onda topluluqda qoyduğum QR kod və ya ekrana qoyacağım QR kod vasitəsilə həmin kanala da daxil ola bilərsiniz. Sağ olun, salamat qalın.